Bakıdayım. Necəsiz? Salam əleykum. İlk günündəyəm. Duşdan indi çıxmışam. Bağışlayın. Saçımı necə gəldi, yığmışam burada. Can, çox sağ olun. Təşəkkür edirəm. Necəsiz? Neçə gün deyirsiniz ki, səsin sorağın gəlir. $51.15 xahiş edirəm, ananın bacının qiymətini burada yazma. Əgər ananın bacının ehtiyacı varsa o məbləğə, mən deyərəm, mən yoldaşım gətirər, o pulu verər, işini görər, yaxşı? Elay, hə, mənim köpüşümdür də, balaca köpüşüm var. Dodaqlarından
Axır olanlardan. Elayn 4 yaşı var, 5'e geçdi. Aleyküm əssalam. Raisik. Ulduz fikir verməm. Sadəcə bəzi insanlara cavab vermək lazımdır yerindəcə. Gör necə qeyrətli oğlandısa, artıq bacısının qiymətini yazdı ora 2000. Alaldı sənə, bravo. Sənin kimi oğlanlarımız Allah yer üzündən silsin. Yox, evimiz təzə deyil ki. Top Feyzin nömrəsi, gözdə baxım deyim. Öpün nəfəsindən uzaqlarda. Hallardan, axır olanlardan. SPF20. Top Face SPF20. O da nömrəsi, ha. Yox, 005 də yazılıb, bilmirəm. Hansı nömrəsi, bilmirəm. Hə, SPF20-dir deyəsən. Yox, bağışlayın. 005. Mənim kimi qızları niyə silsin yerisindən? Sənin nəslində mənim kimi qız yoxdur. 005, hə, düz dedin. Çayımı aparım, gələm. Gələm bir dəqiqə. Ne? Bitti neyse. Kaşık verin. Ay Ulduz, öpürəm də səni. Gəncəllər tanıyırmış elə. Ay İlqarsiya, ana bu bacıqı. Qurba olasan sən. Gəncəllərə. Olanlardan. Blok edeyim, yaxşı eləyim. Göymardadır, bir də yazsın eləyim. Maşallah, ham canlıdadır. O saat 1-in yarısı deyə. Gül Yıldız, Türkiyəyə gəlirəm, həmişə yayda gəlmişdim. Yayda deyəndə, hədə iyulda, yox, iyul, avqustda gəlmişdim. Qoy bunu blok eləyəm, geçsin mamasını axtarır, yazıq bütün canlılarda mamasını axtarır, Allah şəfasını versin. Hə, çıxartdım onu. Aygül çox yaxşı qızdır, can çox sağ olun, Faiq çox sağ olun, təşəkkür edirəm. Gülya, bəli. Salam, xahiş edirəm. Direktə baxın, çox xahiş. Əliyeva xanım, siz başda baxarım. Mən də sizi sevirəm. Etdim də blok, xəyal attım blok.
Yəni yemişəm. Faruk Tuncel, Türkiyədən güzel abim, səni salamlayıram. Gözəl sənətçimiz. Türkiyəyə ateşli salamlar. Türkiyədən izləyən hər kəs Faruk Tuncel'in gözəl səhnələrini bölüşmək üçün, onu dinləmək üçün restoranlara gedə bilər. Abi, öpürəm səni. Yaxşıyam. Gecən xeyir. Bakinski salam. Kimsələr çox sağ ol, təşəkkür edirəm. Orada deyəndə ki, uşaqlar, mən hal-hazırda Bakıdayım, Azərbaycandayım. Sizdə neçədir? 0038. Moskvada olanda da 1 olur da. 1 saat fərqimiz var. Yox, Moskvada hal-hazırda burada 1-ə qalıbsa, orada 12-ə qalıb. Mən Bakıdayım. Elmiyəcə, mənə hansısa müğənnini o mu, bu mu deyə elə suallar verməyin də. Hər kəs öz üçün əziyyət çəkir. Allah hər kəsin ruhsuzun versin, yolunu versin. Yəni, onlar mənim sənətçi yoldaşlarımdır. Mən deyə bilmərəm o ya bu. Yəni, Allah hamısının yolunu açıq eləsin. Mən ümumiyyətcə görürsünüz hansısa müğənni ilə gedim, oturum, danışım, gülüm. Çünki bu sferada heç kimin səmimiyyətinə inanmıram. Heç kimin mənim üçün səmimi deyil bu show biznesdə və ürəyi təmiz deyil. Dedim də, bayaq adlarını çəkdiyim 1-2 nəfər var ki, onların xətrini istəyirəm. Onlardan da biri Ülviyyədir, biri Nüşabədir. Sayısın 1-2 nəfər də var, hal-hazırda ağlıma gəlmir. Qalan, yəni mən oturub duran deyiləm və məndə bir dənə xasiyyət var. Əgər mən istər bu sənətimlə bağlı olsun, istər şəxsi həyatımla bağlı olsun, əgər mən sənlə oturub sənin səmimiyyətini hiss eləmirəmsə, sən mənim üçün səmimi deyilsənsə, mənə səmimi gəlmirsənsə, mən ikinci dəfə sən oturmayacağam. Ad günüvə çağıracaqsan, getməyəcəm. Mehribanı da çox istəyirəm. Mehribanı da salamlayıram burada. Mehriban da yaxşı qızdır. Belə, yəni qeyri-səmimi insanları həyatıma daxil etmirəm. Çünki bilmirəm nə qədər həyatım qalıb indən sonra. Nə onların ad günlərinə getmirəm, nə çağırdıqları məclislərə getmirəm. Kimliyindən asılı olmayaraq, sferasından, yerindən, təbəqəsindən, nə bilim, nəyindən olur olsun, asılı olmayaraq. Mən belə, yəni qatılmıram. Özünüz görürsünüz, mən görürsünüz kimlərinsə ad günündə oxumaq düşən son zamanlar, kimlərinsə toyunda, yəni getmirəm. Nə çağırmıram, Allah canlarını sağ eləsin, nə də getmirəm, qurban olum. Biraz mən fərqliyəm, yəni öz aləmim var. Mən istəmirəm, ora gedim, yalandan mən üzümə maç-muç xoş gəlmirsən, öpsünlər, danışaq, gülək, səhər başqa şeylər eşidirəm ondan bundan. Ona görə də mən elə insanlara nə deyə bilərəm ki? Reduksim, bəli. Sevgilinizi necə cəzalandırarsınız? Nə cəzalandırım ki? Əti tökülənlər çıxa bilər canımdan. Reduksin səhərlər bir dənə içirdim, 1 stəkan su ilə. Daha 2 stəkan, bu belə. Axşamınız xeyir. Can, sizin də oğlunuzun adı Tınar'da. Öpürəm bütün balaları. Allah bütün balaları xoşbəxt eləsin. Olmayanlar da qismət eləsin. Hələ də. Öpürəm uşaqlar sizi. Sizi çox istəyirəm. Bu topuzumdan heç olmaz. Geyim çayımızı. 23.39'dur burada yazıblar. Burada da 00.41'dir. 39 olmaz ay bacı, 41 olar. Sən yəqin yazanda 39 idi. İlk paxlavalar nə almışam? Yeyim göcəlim mən. Birdən 55 kilo düşmüşəm. Heç nə, bir dənə jurnalnik almışam. Gərək qram dağıdam. Anamıza da salam deyim. Rəvanma, anamızı öpürəm. Bütün bizi izləyən anaların əllərindən öpürəm. Allah bütün anaları can sağlığı versin. Bəhbə, paxlava yiyən bası gəlsin. Anamıza da salam deyim. Rəvanma, anamızı öpürəm. Allah bütün anaları can sağlığı versin. Bəhbə, əlimat ver. Əlimat qoydu. Dınaqlam qırıldı. Nətər yapışdırma, yapışır o. Əlimanat.
Baba. Tırnaqlarım durdu. Sən oradan ona baxırsan, buradan buna baxırsan. Nə deyim? Tamam da bir şey lazımdır. Bir şey lazımdır, bağlayın. Lazımdır, ne konuşuyor? Buradan buna baxırsan. Sən gedib oraya çıxırsan, 2015-in dəqiqamızı qarardırsan. Gözdən qoyma qoymur, bir saniyə. Qaxa salamlar. Yaşım kaç? Benim yaşım kaç? 15. Ağıl yaşım yoksa biyoloji yaşım? Qaxa salamlar. Bunu yersən? Top gətirin. Yaşım kaç? Benim yaşım kaç? 15. Ağıl yaşım. Sizdə səs yoxdur. Niyə? Telefon səsi yoxdur. Rəsi, niyə paxlava? Moskvada sən paxlava alırdın axı? Var. Moskvada var paxlava. Rəsi, sən Moskvada yaşamırsan? Moskvada var paxlava. Sən alırsan, hardan aldın? Fıçıdıdan aldın. Səsini çıxarmaz. Ayşə, hədə, nə qonşun evində oturmayacam, ay bacı öz evimdə. Dərman vallahi mama gildədir. Reduksin də adı. Məşhur olmaq qorxuludur. Niyə? Niyə? Qorxulu deyil, sadəcə olaraq səni daha ehtiyatlı olmalısan. Məsələn, yayda gedib mən rahat kupalnikdə, nə bilim, dənizdə çimə bilmirəm. Basinliyə girə bilmirəm. Kimsə çəkər, sayta verər. Nə bilim, biraz restoranda otursan, hə, o oradan telefonla çəkir, bu buradan telefonla qurtalayır. Biraz o şeylər adamı narahat edir. Təhlükəli deyil, sadəcə olaraq səni narahat edir. Yeti naftalanır. Naftalin. Deyirlər 50 manatda yeyilirsən. Paçka gətirin. 50 manat deyil, indi deyirəm də. Nə qopartdın, qənimətdir. Aygül, oxu görüm, əsəb oldum. Harada? Ay, Gülka, necəsən? Ürəyim, evdəyəm, Gülka, gələnmədim bugün, bacı. Bu videoma bana ara gəl. Fuçicidə hələ çox şey var. Bakı paxlavası kimi deyildir. Deyirəm, bunu bir dənəsini yesəm kökələrəm. Səhər də mamam 5 kilo, 5 qram, 5 manat verir. Nə deyirsən, 5 nədir? Bizdən şey pullandı da. Baklava yiyəndə də birimizə pul veririk. Az qaşlarım qaneksi baxdı. Niyə belə olacaq? Valla kömək etmək üçün kimsəyə pulum yoxdur. Mənim nə qədər borcum var, qoy deyim borcumu. Hazır eləyin dəsmallar bizim. 120. 120? Почему? Yok abi. Deyim də mənim nə qədər borcum var. 35 min bu evə borcum var. İkisi də kreditdədir valla. Efirdə dedim 2 dənə evim var. Elə bildilər ki, mən milyoncuyum. 47 min də xırdalan Allah. Mən kimə lazım ama. 47 üstüne 35 gəl. Nə qədər borcum var? Hələ düz dedin sən. Hə, gedin sizə baxın. Beynəlxalq Banka yazın Aygül Səfərova. Çıxacaq sizə vərəqlər. Çox sağ olun. Allah güc qüvvət versin. Bağlayaq inşallah borclarımızı. Yəni mənim pulum zadım yoxdur. Saçlarım yakışmış. Deyirlər saçların yakışmış. Efekt koymuşam da ona yakışmış. Vay çoxdan. Mən Şirini gördüm. Heç necə, ancaq çox sağ ol. Sizə bir şey vacibdir borcumuz. Mən o məndən pul istəyənə dedim. Sənin heç mənə canlıda olmağın da vacib deyil. Səhərdən fake profil açmışsan öz evində, freelance evində. Plantə burada Allah bilir kimsən fake profil açıb məlumat yığırsan.
Get işinlə məşğul ol. Sən o gün necə ağlayırdın? İndi səndən cəmaət soruşur. Heç kimdə düz demirsən, barışmaq var. Ay bala, mən çoxdan demişəm, barışmışam. Kimin münasibətində problem olmur ki? O boyda Moskvada toyları oxudun, yenə borcun var hələ. İnsanlar niyə belə düşünür? Hələ bilirlər ki, mən milyonlar qazanıram toydan. Biz mənim ailəm var, mən ailəmə baxıram, mənim kreditlərim var. Hələm 70-80 min borcum var mənim banka. Ağlaşma qurmuram, burası soruşursunuz, heç ağlaşmalı gündə də deyiləm, əlhamdülillah, işləyirik, veririk yavaş-yavaş. Amma valla, insan öz qazandığını tək özü isə nə var ki? Biz mənim də öhdəlimdə olan ailəm var. Baxıram, inanırlar. Öhdəlimdə olan insanlar var. Çox sağ ol, İlkə, təşəkkür edirəm. Tunar Ömər, salamlayıram. Allah can sağlığı versin. Hə, rasti demə də. Yox, deyik ki, şeydir, sənin borcun bizə var. Deyirəm, yəni mən, valla. Pulum olsa gedərəm, Range Rover alaram. Çanqan sürmərəm. Ay, neyini siz yoldaşımın səsini. Televizora baxır orada. Mənə baxır orada. Heyecanlıyam. Mən niyə heyecanlıyam? İmtahan zad verirəm, heyecanlı olum. Yerdə oturmaq elə sevirəm. Məndən olsa var, bir dənə belə burada döşəkçi atarım, yataram. Sevirəm yerdə. Ox, kəndə gedir deyə. Ki 8 bacı deyim mən. Hərəsində bir yanında 3 dənə küçü. Get deyə, buradan ora gəldə. Babam nənəm bezirdi, Allah. Yekə zala tökürdülər döşəkləri belə. Paduşka kimin başı, kimin ayağı, iti gəlirdi otaqdan. Uşaqlar bizdə palçıqda zatdı. Ne bilin, kim olmuş o? Otururduq buradan ora. Bir dəfə otaq, mən uşaq vaxtı, mən indi heyvan sevərəm. Uşaq vaxtı pişikdən qorxurdum. Pişik görəndə əsməzməzirdim. Otağa pişik girib, durubamın üstündə qaçmışam. Bir də ən böyük problem kənddə üzr istəyirəm. Ayaq yoluydu axı. Nənəm gəlin, evi buraydı. Evin dalında nə boyda gedirdin? Oradaydı ayaq yolu. Sənə inandırım ki, yəni, bütün nəvələr, heç kim, Putin'dən mənə, mən niyə Putin'i sevim? Putin'i arvadı sevgisi, sevgilisi sevsin. Belə ölkə olaraq çörəyimiz çıxır. Niyə də, yəni, protiv olaq ölkəyə? Hə. Yəni, ay Allah, təsəvvür elə, gecə biri qələt eləyərdi, ayaq yol istəyərdi də. Vay, hamının üstündən durub keçirdi. Söz də deyim sizə, heç kim gedib o kənddə gecə vaxt ayaq yoluna zada çıxmırdı da. Ay Allah, elə darıxdım o günlər üçün. İndi girmişik qutu kimi 4 divara. İçmişəm, mən içki içmirəm. İçki, gitsiniz, biraz danışıb günən kimi deyə içmirsən ki, ayıbdır. Mən nə sigaret çəkirəm, nə içki içirəm. Danışıb günən kimi deyilə içmirsən. İçki içəndə adamın əstirənəsi yaxşı olur. Yox, mənim uşağım yoxdur. Gülüşüm saxta gəlir. Mən belə insan, mənim səsim də çox adama saxta gəlir. Amma mən elə belə insanım. Saxta kimi qəbul edənlərə nə deyim? Mən necə sübut eləyə bilərəm? Heç sübut eləməyə kimi bir məqsədim də yoxdur. Demə də, kənd tualeti macəradır yazıblar. Ələ suyu. Ay Allah, sizə danışım. Sən üzüyü düşmüş də tualetə. Xalam qızı nişanlıdır, nə gülürsən? Mən demişəm, mən yanımda söz danışma. Ağzım çırıqdır, ürəyim değişiydi. Xalam qızı nişanlıdır. Gedib kəndə, o vaxt Sony Ericsson telefona, oğlanla oturar tualetdə, kənd tualeti də yerdə, nə olur, açıq olur axı. İndiki kənd tualetləri şeydir də. İndi maşallah hamı özünə demama bağı tualet 578 nə var adamı, mən demama tualet özür istəyirəm. Gedər oğlanla danışar. Nəsə olar da bilmirəm, telefon düşüb tualetə. İndi biz də kənddəyik, ağlaya gəlir ki, telefonum düşüb, deyir telefon cəhənnəmi, oğlan bir orada zıncırı. Cəhənnəm, oğlan özün cırıb tualetdə pis bir şeylər.
Bəli. Merhaba. Yəqin çoxsunuzun başınıza gəlir. Bəzilərində üzüyü düşüb tualetə. Amma nə olub, Allahıma qurban olum. Gülüş krizinə tutmamışam. Ay Allah, sizinlə də gülürəm, bir olur. Problem. Ağlayıram, bir olur. Ağlayıram deyirsiniz ki, gül, biz sən çox istəyirik. Gülürəm deyirsiniz, içmirsiniz. Ay bala, mən içki içmirəm. Allah bizi, nə bilim, indi deyəcəm haramdan uzaq eləsin, deyəcək də belə gelirsən, elə eləyirsən. Mən də nə deyim, nə izah eləyim. Mən içki içmirəm, sigaret çəkmirəm. Pis vərdişləri Allah bizdən uzaq eləsin. Deyib bax düzüymüş tualetə düşən. Öl, Allahıma qurban ol. Deyir, o telefonu heç vaxt işlədə bilmərəm. Onsuz da girib o kütdən, gəl tualeti görmüşsünüz, 2 dənə taxta olur. Yanında bir də aftaba olur. Aftaba da yox, o köyündə çaylik qoyulur. Ay canım, deyəcək başı qarab deyə bu qızım. Güya görməmişsiniz, burada oliqarxlar var. Güya görməyib, elitli qızlar, pipiçkalar girəcək ki, yaxşıdır. Güya heç görməmişsiniz. Deyir, qonşumuzun uşağı sinəyə kübü düşmüşdü tualetə. Oy, o uşaq öpmərəm da. Boğular ölərik uşaq orada. Körpə uşaqlar üçün çox apasın deyə. Yaxşı. Köhnə uşaqlar üçün çox apasın deyə. Mən Mingəçevirliyəm. Yox, biz kənddə böyüməmişik, amma kənd həyatını sevirəm. Mingəçevir şəhərdir, biz Zdan evində böyümüşük. Amma nənəm gecə... Verim baxılam. Çay verim. Qofa verim. Geliyor. Hay can. Ay Cili. Adı böyle. Deyir, bəzi tualetlər var, adamı zdać qaytar. Hə, o uşağı neynədir sonra? Xlora qoymaq lazımdır o uşağı sonra. Deyir, 14-ü çəkək klipi, bu nəyin kəsdi? Hə, o uşağı neynədir sonra? Xlora qoymaq lazımdır o uşağı sonra. Gözəl günlər, elə qəşəng günlər idi ki, uşaq deyir, boğazına qədər də tualetə girir, deyir, gözəl günlər. Nəyə gözəldir o günlərin? Bak. Hay can aşkım. Onca. Ay sən yiyərəm belə. Deyir, sən belə mutlu görməm. Can, sağ ol aşkım. Az birdən bira tutub, turumu. Nəsə tualet temaya bax, 600 nəfər var, tema tualet teması. Sən də düşməmsən tualetə dizində. Aşkım, yox Allah haqqı, bu da deyir, az mən içki içirəm. Hə. Can, ay sənə qurban olarım. Neyinirsiniz, necəsiz? Öz eləmə, salam de. Daha adını çəkmirəm, canlıda salam de. Can, sabahda bilsində vaxt elini oturaq, səni ki darıxmışam. Nə teması sinsə, denə bacına düşsün canlıda. Bacından danışım, mənim kukla bacım. Gülü sıfırım, ürəyim. İndi bilirsən də, bacım, mən bu deyirəm, bacım qızışdırır deyirəm, sonra mən xalq düşman eləyir o yanımdakı var. Deyir, mən mənim sevgilim aşkım, niyə reklam verirsən canlıda? Allah aşkın, o da oradadır. Can, öpürəm aşkım, xoş. Sən də aşkım, öpürəm, xoş istirahətdə. Sağ ol aşkım, sağ ol. Hə, bu işim belə. Başqa? Nəsə danışırdım? Deman dəyişim.
YouTube'a qoşulmamış, alanda başım çıxmayıb. Nə ola? Yo, trend yoldan heç mən zakaz verməmişəm. Sizin nəğmə? Yox, uşaqlar, mənim YouTube kanalım problemlidir. Ev balacadır. Niyə? Yox. Yerdən oturduğuma deyirsiniz. Sevirəm mən yerdən oturmağı. O izi göstərim. Bu qapının ağzında oturmuşam da, jurnalın iki yanında onu gör. Hə. Bağlayam, qoymusan. Aleykümselam. Tosoran qal burada. Ora tosoran maldı, ona görə qoymuşam. Hazırda Bakıdayım. Yo, təzə deyil, evim niyə təzə olsun? Ay bala, bu nə ev temasıdır? Elə birinci dəfədir mən evdə canlı açıram. Siz məni Moskvadakı evdə görmüsünüz? Moskvadakı ev başqadır, ora mənim evim deyil ki, yəni. Mən indi Bakıdayım da. Siz mən Moskvadakı evdə görmüsünüz, ona görə elə ev teması eləyirsiniz. Uşaqlar, mən Bakıdayım. Moskvadakı ev
Sadəcə baxış saylarım xoşuma gəlmir. Hə, Zulya. Sən mahnı qoymusan, mən necə qışqırıram sənin telefonda eşidirəm. Səsimi atmışam başıma. Ayatsız arvadlar kimi. Elcan'a ateşli salamlar, mənim qaqaşım. Allah sənə can sağlığı versin. Elcan ləkillərin kralıdır da, Aqnibaku'nun ürəyidir. Moskvada ən sevdiyim məkanlardan birincisi Aqnibaku'dur. Nə vaxt ki ev yeməyi yemək istəyirəm, özümüz alam Aqnibaku'ya. Ailəvi məkandır, yəni orada artıq bir nəfər görə bilmərsiniz. Başlayın qonşular. Səhər komendant gələcək. Reduksini arıqlamaq üçün dəri balamı qoydu, xahiş edirəm. Ver qoyun, buyur. Bilmə, televizor almışam, öz manımı qoyamıram. Bu nə dərsdir belə? Sizdə də var. Bax, nəsə böyük bir şey alanda, böyük bir şey, kiçik bir şey, fərqi yoxdur. Kartdan, nə oldu? Nə da? Nə da? Buyur. Kartdan ödəniş edirəm, elə bilirəm ki, məndən çıxmır o pul. Səndə də var elə şey. Sən heç kart Allahına. Qalmışsan sən şamaqıdır. Deyin qal şamaqıda elə. Kart sistemi bu adamlıqdır. Şamaqıda kart görmüşdüm. Nə verim? Spiçka yoxdur. Elektron hanı? Evi illetmədi ondan. Üçün o. Bunu yaz da. Yazafım. Anı bunu axtarışdım. Əlim öyrəşmir buna. Hə. Bu sırası dil istəyir. Biz hə. Hə, opsim kartdan ödəniş eləyirəm. Bu nə deyil? Geri deyil. Evet, çıx. Bunu gərək Rusiya qoyaq. Deyir Rusiya. Hələ gərək buna qoyaq, bunu. Bu kanal axtarır. Deyəm. Elə bilirdim, eləyərdim də. Dırnağa. Biraz hörmətim var idisə getdi. Niyə? Adi, yuxarıda deyil bunda. Bax. Burada bunda deyil. Yox, bu başqasıydı. Bu ölkə arama. Neysə, alın. Götü qoyuna qoysun. Reduksin belə aptekdə satılır. Öz başına əldən heç nə almıyor uşaqlar.
O çox qəribədir. Bayaq çıxanda o ekrana axtarış gəlməlidir də, gəlmir. Evi bas bir dənə. Yoğurt yeyirsən? Gətirəm yoğurt, gətirəm. Acmışam. Mən özümü yığdırmışam. Deyir, əvvəl bu qızdan xoşum gəldi. İndi yığdırıb özünü. Yox, yeni deyil evimiz. Uşaqlar, Bakıdayam. Yeni deyil, ay bala, bu ev 2 ildir var. İşə düşmüşük. Heyecan video atmışam, baxacam. Çıxsam canım donacaq. Hə, gördün o. İndi oraya yaz deyə axtar şəfi. Yaz oraya sənətkar, mən çıxacam. Yaz oraya xalq artisti, mən çıxacam birinci. Yaz da, əlin qurumaz ki. İrələm olsa tez yazardım. Ya da civilər olsaydı tez yazmışdım indi. Mən bu yerdən atmışam da istiqamətim deyil. Bunun altını bassan üstə gedir, xəbərim var. Bu niyə belə eləyir? Türk dilinə qoymuşsan da. Öyle. Allah haqqı bunun sağı soldadır. Bax, səni özüm ölüm, zarafat eləmirəm. Mən deyirəm, bu niyə belə eləyir? Bax, normalda bu sola getməli ya, sağa gedir. Allah haqqı, bax, altı bassan üstə gedir. Bu niyə belə anormaldır? Tərsinə işləyir, Quran haqqı. Ay Allah, mən ölümdə pultu tərs tutmuşam. Deyirəm ki, bu niyə sağa sola gedir? Yəni, qıcılığım bu qədəri. Pultu, mən də deyirəm də sən anormal gedir. Pultu tərs tutmuşam, fikir vermirəm. Yerdən atmışam da, imkansız, stolumuz da yoxdur. Belə ay. Bir də gördün mebel salonlarıdır ki, sizə... Ay gül. Boşa çıxmalıydı mən orada. Mən başa düşməm. De, Səfərova. Sənətkar yazıram, Aygül Səfərova. Ah. Nətərdir səncə? Nə istəsiz qoymuşaqlar? Dəlidir balam.
Yox, hər kəsin öz həyatı var. Mən nə bilməm, bütün gün evdəyəm, ailəm, işim olur, işimə gedirəm, evimə gəlirəm. Mən nə klub gəzən deyiləm. Allaha and olsun, yəni yazırlar filan restoran Bakıya gələndən də indi padruqalarım, yaxın qızlar. İnansın ki, utanırım demək ki, o restoran hardadır. Allah haqqı bilmirəm. Quran haqqı mənim gecə həyatı, belə şeylər mənlik deyil. Olub şou proqramımıza çıxmışıq axşam saatında. Valla maşından getmişik, maşından da minib evimizə gəlirik. Valla bu qızlar da Allaha şükür, Allah hamısına can sağlığı versin. Tənha qadın qoy geri hardadır? Bunu da qoyum çıxım. Bu nə bax, 45 saniyəlik müsahibə vermişəm. Götürüb başda qobla, evli kişidən uşaq doğaram, namaz qılıram, həccə gedəcəm. Bu insanlar... Tənha qadın deyə burada edin də.
Balıq istədimi? Hələlik.